Göyçay rayonu, Alput kəndi, Xəlilova Sehrayə, Alxan qızı. Mən burada tikdik bu uşaqlara görə. Tikib qutarınca heç kim dinmədi. Sonradan icra hakimi gəldi. İcra hakimi dedi ki, əlinizi saxlayın, tikməyin. Dedim, niyə? Dedi, sökəcək. Dedim, sökənməsən, deyir, sökəcək. Kənd soveti gəldi, bələdiyyə gəldi. Bələdiyyə dedi ki, mənim xəbərim yoxdur. Məndən xəbərsiz tikirəm. Nə qədərdir, boynuna qoya bilmədik. Elə ondan sonra da getdik Göyçaya, bələdiyyə ilə. Bələdiyyə dedi, gedəyin Göyçaya. Göyçayda bir kişi vardı, torpaq şöbəsində işləyirdi. Adı bilmirəm, yalan deyərəm adı. Dedi ki, dəst dedi, bu qədərə pulu ver. Dedi, yox, dedi, istəmirəm, az olsun. Dedim, niyə görə elə danışırsan? Dəstdən deyil, pul istəyirsən, deyiləm, mən 1000 manat ver, 2000 manat ver. Dedi, yox, dedi, mən elə pul istəmirəm. Mən də getdim Bakıya, getdim Göyçaya, getdim Ucara, hardan xəbər aldımsa, dedilər bələdiyyə, əgər eləməsə, bu torpaq sizə verilməyəcək. Mən də hansına deyirəm, baxan yox. Göyçay yəni Alpot kəndində Həsədova Əlsəfa Həmidoğlu. Bu öyüd icra hakimi tərəfindən, yəni Səlimzadə tərəfindən, icra başçısı tərəfindən bizə bu torpaq verilib, bu öyüd tikilib burada. İndi icra hakimi tərəfindən deyir ki, bu öyüd töküləcək, yəni tikilməyəcək. Dedim, niyə? Deyir, sənət yoxdur. Mən dedim ki, sənətə o vaxtda bizim bələdiyyəmiz bizə sənət verilməli idi, vermədi. Yəni pul istədiyi olar, bizim o qədər imkanım olmadığına görə vermədilər. İndi bu bax buraya qalıb evlər. Mən də dəfələrlə Bakıya, oraya buraya gəzməyə getmişəm, icra hakimi, dəfələrlə icra hakimində olmuşum. Mənə köməklik edin, deyib mən sənə köməklik edim. Köməkliyi mən eləyə bilməm. Get çıx Bakıya, Bakıda sən köməklik edəcəklər. Çıxmışam Bakıya, Bakı deyir ki, vizit deyil. İcra hakimi sizə köməklik eləməlidir. Deyim, eləmirlər. Deyim, dəfələr məktub vermişəm. İcra hakimi bizə köməklik eləmir. Dəfələrlə deyim, yanında olmuşam. Məktub yazıb vermişəm. Bizim məktubumuz heç Bakıya getib çıxmayıb. Buraya cığırlar, tullular aynı. Dəfələrlə getdim, mənim istatıma baxan yoxdur. Onu da indi kim eləyir? Axı onu bilən mənim başım. Dəfələrlə mənim ailəm evimə gedəndən sonra mənim pul tutdular. 360 manat pul tutdular. Dedilər ki, əcəb eləyək, bəs icra tərəfindən deyilib, bizə pul tutmuşam. Nə qol kəmirdən, nə eləmədən mənim 360 manat pul tutdular məndən. Qəfiyinə kimlər məndən o pulu aldılar. Haqq nahaqda bunu mənə deyim, öz başıma verməmişlər, bunu icra hakimi vermişdir. İndi bu gələn inci icra hakimi tərəfindən də mənim başıma belə oyun açırlar. Qoymurlar. Nə deyim, mən pulumu verəm də, pulumu verib, mən sənətdə istəyəm də, deməm ki, mən torpaq havayı verib. Mən pulumu verib, torpaq sənətdə istəyəm də, mənə sənət verin. Xas eləyəm ki, köməklik edin mən. Mən nə deyib, kimsə deyib, azını ölüb ətbəyi alt yeməyəm ki. Deyəm, mənə köməklik edin, mənə pulumu verəm, mənə pula sənət verin. Heç kim olsa, mən ölmüş kim, balalarımı yığım içinə. Çətdən qıyaq yerdə qalam. Deyir, nə bozuma qalıb, deyir, hala qalımsan, deyir, orada qal. İcra başçı deyir. Cənab Prezidentdən, Mehriban xanımdan xahiş edirik, kömək istəyirik ki, bizim 2 dənə az yaşlı körpə uşaq var, anası ölüb yetim qalıb. Uşaq qalıb sahənin ortasında, 5 nömrəli sahənin ortasında. Cənab Prezidentdən, Mehriban xanımdan xahiş edirəm, bizə köməklik olunsun, bu böyük heç olmasa tikək o uşaqları yığar içinə.